Salam uşaqlar. Bundan əvvəlki videoda ədədin bölənləri haqqında danışmışdıq. İndi mən sizə bir dənə dərslikdə də çalışmalar verib buna aid. Ədədin bölənlərinin hamısını, yəni heç nəyi yaddan çıxartmamaq şərti ilə tapmağa yolunu, üsulunu göstərim. Yenə deyirəm, kitabda da var bu. Sadəcə video şəklində göstərirəm sizə. Tutaq ki, bizə hansısa bir ədəd verilir. Məsələn, biz orada götürə bilərik. İstənilən kitabda 18 verib, mən başqa bir ədəd verim sizə. Məsələn, olsun yenə 24. Deməli, 24-ün bütün natural bölənlərinin sayını tapmaq üçün deməli, nə edirik? Əvvəlcə baxırıq, ən azdan başlayırıq. Hansı ədədlərə bölünür bu? 1-ə, 2-ə, 3-ə. İndi başlayaq bölməyə. 24. Biz əvvəlki videoda demişdik ki, 24-ü 24-ün bölənidirsə, 24-ü 1-ə böləndə alınır 24. Deməli, elə 24 də onun bölənidir. Bura bir dənə də əlavə edirəm 24. Sonra 24-ü bölürəm 2-yə. 24-ü 2-yə böləndə alınır 12. Deməli, elə 1 böləni də bunun 12-dir. Sonra 3, 24-ü bölürəm 3-ə. 24-ü 3-ə böləndə eləyir 8. Deməli, 3 24-ün bölənidirsə, elə 8 də onun bölənidir. Sonra 24 vurma cədvəlinə görə birlik 4-ə bölünür. Bölürük 4-ə. Deməli, 4 də bunun bölənlərindəndir. 24-ü 4-ə böləndə alınır 6. Deməli, 1 böləni də 6-dır. Yenə 24-ü də 6-ya da bölsək 4 eləyəcək. Artıq onu ora yazmışdıq. Deməli, baxaq görək. 24-ün hansısa bir böləni qaldı. 1, 2, 3, 4, 6, 8, 24, 12. Bütün bölənlərin yazdıq. Bax, heç birini unutmadıq. Bu da hər hansı bir ədədin bütün bölən yox. Biz burada natural bölən deyək. Natural bölənlərini tapdıq. Bu saydığımız bunun natural bölənləridir. Bu qədər. Deməli, seçirik içindən 1-ə, 1 heç sadə deyil, 1-ə və digər sadə ədədlərə bölənlərini və başlayırıq bir-bir bölməyə. Onların da cavabları yenə də olur 24-ün digər bölənləri.